Salam əziz müəllimlər. Mən bugün sizə qrupumuzda paylaşılan sualların izahını verəcəm. Gəlin keçək sualların izahına. Üfüqi səth üzərindəki cisim 40 newtonluq qüvvənin təsiri altında 5 saniyə hərəkət etdikdə cismə təsir edən əvəzləyici qüvvələrin impulsu 150 newton vuraq saniyə olur. Buna əsasən cismə təsir edən sürtünmə qüvvəsini hesablayın. Gəlin biz birinci sürtünmə qüvvəsini göstərək. Deməli sürtünmə qüvvəsi F sürtünmə sola doğru yönəlmişdir və cismin başlanğıc sürəti 0-dır. Biz gəlin yazaq. Necə yazırıq qüvvə impulsunu? F vurulsun T bərabərdir delta P-yə. Düzdür. Qüvvə impulsu impuls dəyişməsinə bərabərdir. Və bizə burada da deyir ki, əvəzləyici qüvvələrin impulsu 150 newton vuraq saniyə olur. Deməli, mən bu F-ə bir yazmalıyam əvəzləyici qüvvə. Deməli, F əvəzləyici qüvvəni tapsam, necə taparam? F çıxılsın F sürtünmə, vurulsun T bərabərdir delta P-yə. Buradan gətirək qiymətləri yazaq yerinə. Deməli, 40 newton çıxılsın F sürtünmə, vurulsun. Zaman neçə saniyədir? 5 saniyə bərabərdir. Əvəzləyici qüvvələrin impulsu nə qədərdir? 150 newton vurulsun saniyə. Deməli, mən buradan 150-ni 5-ə ixtisar eləsəm, alıram 40 çıxılsın F sürtünmə bərabərdir 30-a. Buradan da alıram ki, sürtünmə qüvvəsi 10 newtondur. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, üfüqi səth üzərindəki cismə 4 saniyə müddətində F qüvvəsi şəkildəki kimi təsir edir. Cismə təsir edən qüvvə impulsu 32 newton vuraq saniyə olduğuna görə F qüvvəsinin neçə newton olduğunu hesablayın. Sürtünmə qüvvəsi nəzərə alınmır. Sinus 37 dərəcədə 0,6, kosinus 37 dərəcədə 0,8-dir. Deməli, gəlin biz birinci F qüvvəsini toplananlarına ayıraq. Deməli, F qüvvəsini biz iki toplanana ayırırıq. Biri onun sinus toplananıdır, digəri isə onun kosinus toplananıdır. Sinus toplananı F vurulsun sinus 37 dərəcədir. Kosinus toplananı isə F vurulsun kosinus 37 dərəcədir. Deməli, biz baxırıq ki, bu qüvvə impulsu, daha doğrusu cismi aparan qüvvə hansıdır? Qüvvənin F kosinus 37 dərəcə olan toplananıdır. Yəni X toplananı. Y toplananı cismi hərəkət etdirmir. Cismi hərəkət elətdirsə, o Y oxu üzrə bir hərəkət olardı. Amma Y oxu üzrə hərəkət yoxdur. Cisim ancaq üfüqi səth üzərində hərəkət eləyir. Üfüqi səth üzərində hərəkət etdiyi üçün, deməli, cismi hərəkətə gətirən, ona impuls verən qüvvə F vurulsun kosinus 37 dərəcədir. Gəlin onda biz impuls dəyişməsini necə yazırdıq? Qüvvə impulsunu necə yazırdıq? F vurulsun T bərabərdir delta P-yə. Deməli, bizim burada F-imizi F vurulsun kosinus 37 dərəcə oynayır. Deməli, vurulsun T zaman bərabərdir delta P-yə. Qiymətləri yerinə yazsaq, F vurulsun kosinus 37 dərəcədə 0,8-dir. Vurulsun. Zaman 4 saniyədir. Bərabərdir. İmpuls dəyişməmiz nə qədər idi? 32. Biz buradan alırıq ki, 3,2 F bərabərdir 32-yə. F də buradan bərabərdir 10 newton. Cavab olur C variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir, kütləsi 500 qram olan cismin hərəkət tənliyi x bərabər 8 çıxılsın 6t kvadrat şəklindədir. Buna əsasən 5-ci saniyənin sonunda cismin impulsunun proyeksiyasını təyin edin. Proyeksiyanı təyin etmək o deməkdir ki, yəni impulsu mənfidirsə mənfi, müsbətdirsə müsbət qiymətini tapmalıyıq. Deməli, biz bilirik ki, impuls nəyə bərabərdir? Cismin impulsu P bərabərdir mv-yə. Deməli, mən V-ni tapmalıyam. Mənə kütlə verilib. Kütlə verilibsə, V-ni mən necə taparam? Bilirəm ki, sürət koordinatın zamana görə törəməsidir.
Ona görə də mən gətirib koordinatın bu ifadəsini yazıb 6t kvadratı və bundan bir törəmə almalıyam. Gəlin alaq. Sabitin törəməsi 0-dır. 6t kvadratının törəməsi isə -12t şəklindədir. Deməli, mən burada cismin impulsunun proyeksiyasını təyin edəndə belə yazmalıyam. MV bərabərdir. Kütlən bizə verilib. Nə qədərdir? 500 qram, yəni 0,5 kiloqram. 0,5 vurulsun. V-nin yerinə nə yazmalıyam? Aldığım qiyməti. -12t-ni. Gətirək qiymətləri yerinə yazaq. 0,5 vurulsun. -12 vuraq. Zaman neçə saniyədir? 5-ci saniyənin sonu. Deməli, elə 5 saniyədir. Bərabərdir. Buradan alırıq ki, 0,5 vurulsun -60'a və buradan da alırıq ki, cismin impulsunun proyeksiyası -30 kiloqram vurulsun metr bölünsün saniyədir. Cavab olur B variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir ki, kütləsi 5 kiloqram olan cisim 125 metr hündürlükdən sərbəst buraxılır. Yerə çatana qədər keçən müddətdəki qüvvə impulsunu hesablayın. Havanın müqavimət qüvvəsi nəzərə alınmır. J bərabərdir 10 metr böl saniyə kvadratı. Biz bilirik ki, cisim əgər müəyyən bir hündürlükdən yerə doğru hərəkət eləyirsə və yaxud sərbəst buraxılıbsa, deməli həmin cismin qüvvə impulsu, ümumiyyətlə, həmin cismə hansı qüvvə təsir edir? Ağırlıq qüvvəsi. Deməli, qüvvə impulsunu yaradan elə cismin ağırlıq qüvvəsidir. Biz onda necə yazmalıyıq? Qüvvə impulsunu yazsaq, necə yazarıq? Yazırıq bu şəkildə. Yəni, F vurulsun T bərabərdir qüvvə impulsu elə delta P-yə. Qüvvənin yerinə yazmalıyıq mg. Buraq T bərabərdir. Deməli, mg olduğu kimi qalır. Zaman nədir bəs? Cisim sərbəst buraxılıbsa, yerə sərbəst buraxılanda, onda cismin zamanı necə hesablanır? Cismin yerə düşmə müddəti daha doğrusu. Düşmə müddəti 2h bölünsün J ilə hesablanır. Gətirək qiymətləri yazaq yerinə. Deməli, kütlə bizə verilib 5 kiloqram, J-nin qiyməti 10-dur. Kök altında 2 vurulsun. H-ın qiyməti 125 metrdir. J də yenə 10'dur. Mən buradan alıram ki, 50 vurulsun. Bu kök altı ifadədən də çıxır 5 və cavab alıram 250 Newton vurulsun saniyə. Cavab olur Y variantı. Keçək növbəti sualın izahına. Sualda bizə deyilir, kütlələri M və 3M olan iki cisimdən ibarət sistemin impulsunun modulunu hesablayın. Deməli, əziz müəllimlər, bir var cismin impulsunu tapaq. Bir də var ki, sistemin impulsunu tapaq. Sistemin impulsunu tapdıqda mən bu cisimlərə bir sistem kimi baxmalıyam. Deməli, gəlin biz əvvəlcə bir koordinat oxu seçək. Məsələn, mən burada bir X oxu seçirəm. Deməli, mənim X oxum yönəlib sağa doğru. Mən sistemin impulsunu tapanda yazıram. P sistem bərabərdir P1 üstə gələk P2. Bu şəkildə yazmalıyım sistemin impulsunu. Deməli, mən buna burada MV-yə deyirəm P1, 4MV, daha doğrusu 4V və 3M kütləli cismin impulsuna da bir P2 deyirəm. Deməli, bu P1 cisminin impulsu MV-dir. P2 cisminin impulsu isə 12MV-dir. Gəlin indi sistemin impulsunu hesablayaq. Deməli, P1 hansı istiqamətədir? X ox istiqamətədir. Deməli, onu elə müsbət şəklində götürəcəm. Yazıram MV üstə gələk. Bəs P2 hansı istiqamətədir? X oxunun əksinə. X oxunun əksinədirsə, deməli, mən onu necə götürəcəm? Mənfi 12 MV. Və mən buradan alıram ki, mənfi 11
MV. Deməli bu sistemin impulsu -11 MV-dir. Amma bizə şərtdə nə deyir? Deyir sistemin impulsunun modulunu hesablayın. Deməli mən bunu tapdığım ifadənin modulunu götürməliyəm. Ona görə də 11 MV şəklində olacaq cavabımız. Cavab olur D variantı. Əziz müəllimlər, hər kəsə uğurlar arzulayıram. Növbəti dərslərdə görüşənədək.